Salam, bugün sizlərlə çevrənin daxilinə və xaricinə çəkilmiş üçbucaqlar mövzusuna baxacağıq. Bunun üçün çox qısa bir dənə, cəmi bu qədər qaydaya baxaq. Düz bucaqlı üçbucağın 3 dənə növü var uşaqlar. Düz bucaqlı üçbucaq. Düz bucaqlı üçbucağın bilirik ki, katetləri var. A, B və hipotenuzu var C. Böyük radius hipotenuzun yarısıdır. Balaca radius A üstə gəl B çıx C-nin yarısıdır. Ümumiyyətlə burada bölgü söhbəti var. Yadda saxlayın. Düz bucaqlı üçbucaq gördünüzsə, sualın birində orada bölgü var. Böyük radiusda hipotenuzu 2-yə bölürəm. Bilirsiniz də böyük radius nədir? Xaricinə çəkilmiş çevrənin radiusudur. Balaca radius deyiriksə, daxilinə çəkilmiş çevrənin radiusudur. Bu söhbətlərdə diqqətli olun. Böyük radius baxın budur. Daxilinə, xaricinə çəkilmiş çevrənin radiusu böyük radiusdur. İşte ayrı-ayrı çəkim görün. Bu radius həqiqətən gözlə də görünür ki, hipotenuzun yarısıdır. Amma balaca radius bu daxilinə çəkilmiş çevrənin radiusudur. O da çox vaxt uşaqlar elə görünür ki, tərəfin ortasına düşür. Yəni çox vaxt iç tərəfin ortası kimi görünür, amma ortası deyil. Yəni balaca radius budur. Həmişə də radiusun qabağında radius, radiusun qabağında radius. Bu şəkil sizin çox köməyiniz olacaq. Bunu unutmayın. Düz bucaqlı üçbucağın daxilinə və xaricinə çəkilmiş radiuslardan danışdıq. İndi ikinci. Üçbucağın ikinci növü bərabər tərəfli üçbucaqdır. Mən sizə həmişə demişəm, bərabər tərəfli sözün görən kimi orada kök 3 var. Baxın, burada da kök 3 olacaq. Böyük radius, yəni xaricinə çəkilmiş çevrənin radiusu tərəf böl kök 3-dür. Balaca radius, uşaqlar gözlə görünür də, balacadır deyə bir də 2 dəfə balacalaşdırırıq, 2-yə bölürük. Bir də deyim, xaricinə çəkilmiş çevrənin radiusunu tapanda tərəfin uzunluğu 8-dirsə, sadəcə 8 böl kök 3. Tərəfin uzunluğu 8-dirsə, balaca radiusu tapıramsa 8 böl 2 kök 3. Yəni nə? 4 böl kök 3. Çox vaxt da bunu irrasionaldan azad edirik. Bilirik ki, məxrəcdə kök olmaz, qoşmasına vururuq. Məxrəci kök 3-ə vurduğumuza görə sürətdə kök 3-ə vururuq. İkincində dedik, uşaqlar bərabər tərəfli üçbucağı dedik. Burada da bildinizdə kök 3 var. Düz bucaqlı üçbucaqda 2-lər var. Baxın. Burada da kök 3-lər var. İndi ixtiyari üçbucaq və ya uşaqlar, ixtiyari üçbucaq ABC və ya uşaqlar bərabər tərəfli üçbucaqda da bu qaydanı tətbiq edəcəm. Bildiniz? İndi gəlin deyim. İxtiyari üçbucaq və ya bərabər yanlı üçbucaqda böyük radiusu tapanda, yəni xaricinə çəkilmiş çevrənin radiusunu tapanda neyniyəcəm? Tərəfləri vuracam ki, böyüsün. Böyük radius tapıram, böyütməliyəm. Bir də sahəni 4-ə vuracam ki, böyüsün. Bildiniz? Amma balaca radiusu tapanda, uşaqlar, yerin fərqli yazıram. Baxın, 2S böl P. Perimetr nə idi? 3 dənə tərəfin cəmi. Perimetr də yaza bilərsiniz və ya 2S bölünsün, A üstə gəl, B üstə gəl, C də yaza bilərsiniz. Sadəcə əzbərləyirsiniz. Böyük radius deyirəmsə ABC böl 4S, balaca radius deyirəmsə 2S böl P. 2S böl P. P-ni əzbərləyin uşaqlar. P daha rahatdır. P-nin də perimetr olduğunu bilin. Yəni, imtihanda yadınızdan çıxanda bilin ki, yadınıza salın ki, böyük radiusda vururam, balaca radiusda nə edirəm? Toplayıram. Yəni, götürüb 2-yə falan bölməyin. Deməli, bu da bu. Bəsən dedim, düz bucaqlı üçbucaqda bölgü söhbəti var. Bərabər tərəfli üçbucaqda kök 3 söhbəti var. Burada da nə söhbəti var? Sahə söhbəti. Onda gəlin sahəni necə tapırığı danışaq. Yəni tərəfləri tamam bildik, qoyacaq yerinə. Bəs sahə, dördüncü qayda olaraq sahədən danışıb keçirik test üstündə işləməyə. Toplun, yəni üstündə işləməyə. Üçbucağın sahəsini tapanda dediyimi yadda saxlayın. Tərəf böl 2 vur hündürlük. Uşaqlar, hansı tərəfə çəkilibsə hündürlük? Götürəsiz həmin tərəfi 2-yə böləsiz, vurasınız həmin hündürlüyə. Yaxşımı? Trapesiyanın sahə düsturuna oxşuyur da. Trapesiyada necə? Oturacaqları toplayıb 2-yə bölüb hündürlüyə vurmurdum. Burada da oturacaq bir dənədir deyə, elə birini 2-yə bölüb hündürlüyə vururam. Burada oturacaq 2 dənədir deyə, toplayıb 2-yə bölüb hündürlüyə vururam. Burada bir dənədir deyə, elə bir dənə oturacağı 2-yə bölüb hündürlüyə vururam. Bax, üçbucağın universal sahə düsturu budur. Bütün üçbucaqlar üçün ödənən. Uşaqlar, hətta kör bucaqlı üçbucaq üçün də ödənir. Üçbucağın bütün növlərində tərəfi 2-yə bölüb, həmin tərəfə çəkilən hündürlüyə vuranda edir sahə. Həmin üçbucağın sahəsi.
toplu ilə davam edək. Bunlar hamısı düstur sualıdır. Birinci sualda xaricinə deyir deyə böyük radiusu tapasınız. Yəni hipotenuzu tapıb 2-yə böləsiniz. Xaricə deyirsə, yenə hipotenuzu tapıb 2-yə böləsiniz. Daxilə yenə xaricə deyir. Yenə hipotenuzu tapıb 2-yə böləsiniz, amma daxilə çəkilmiş çevrənin radiusu istəyir. İstəyirsiniz ki, 3-cü sualı işləyək. Yəni 2 mərhələli işləyək. Çünki artıq bir mərhələli suallar düşmür deyə 10-11-ə. Amma 2 mərhələli suallar düşür. Düz bucaqlı üçbucağın katetləri nisbətidir 3/4-dür. Yəni 3k ilə 4k-dır. Bizə bilir ki, Pifaqor ədədləri 3, 4, 5. Onda burada 5k-dır. Deyir, xaricinə çəkilmiş çevrənin radiusu. Böyük radius nə idi? Hipotenuzun yarısı. Deyir, bu 2,5-dir. 5-i 2-yə bölürəm. 2,5k bərabərdir 2,5. Onda k neçədir? 1. Deyir, daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Gəlin hələ k-ları qoyaq yerinə. 3 vur 1 eləyir 3. 4 vur 1 eləyir 4. 5 vur 1 eləyir 5. Daxilə çəkilmiş, yəni balaca eri tapanda düstur nə idi? A üstə gəl B, çıx C bölü 2. Yazaq da, A, B katetlərdir, toplayıram. Hipotenuzu çıxıram, bölürəm 2-yə. 7-dən 5-i çıxıram 2, 2-ni 2-yə bölürəm 1. Yəni, cavab oldu 1. Diqqətli olun. Yəni, birinci növbədə böyük radiusla k-nı tapmalıydıq, sonra balaca radiusu tapmalıydıq. 7-ci sual. Bərabər yanlı düzbucaqlı üçbucaq. Uşaqlar, ümumiyyətlə, bərabər yanlı üçbucaq belə çəkilir. Həmişə. O istəyir düzbucaqlı olsun, istəyir nə olur olsun, belə çəkilir. Amma düzbucaqlı üçbucaq dediyinə görə təpə bucağına düzbucaq deyirsiniz. Və deyir, kateti 10 kök 2-dir. Biz bilirik, bərabər yanlı düzbucaqlı üçbucaqda 45-45 qaydasında nə olurdu? X bura kök 2 dəfə böyük olurdu. Bilirsiniz. İndi deyir ki, üçbucağın kateti 10 kök 2-dir. Onda bura kök 2 dəfə böyük olacaq da. Gəlin qıraqda hesablayaq. Kök 2-yə vuraq. Kök 2-ni kök 2-yə vuranda 2 eləyir. Onu 2-yə vuranda 20 eləyir. Yəni, buranı tapdıq 20. Bizə deyir, xaricinə çəkilmiş çevrə. Xaricinə çəkilmiş birinci çevrənin elə radiusunu tapaq. Bilirik ki, hipotenuzun yarısıdır. 20-nin yarısı neçədir? 10. Yəni, bunun xaricinə çevrəsək, uşaqlar, radius eləyəcək. Uşaqlar, bilirsiniz də, 90 dərəcənin sökəndi belə çəkilir. Belə bir şey kimi. Daha çox diametrdən keçsin. Radius ona bərabərdir və deyir ki, həmin çevrənin uzunluğunu tap. Bunu çəkib sizi çaşdırmayayım, çünki heç bir ehtiyac yoxdur. Çevrənin uzunluq düsturu nədir? 2πr. Pi-ni də şərtdə verib nə? 3,14. Verməsəydə elə pi olaraq qalacaqdı. Verib deyə yerinə qoyuram. Vurulsun 10. Uşaqlar, 10-a vurmaq bir dənə bu yana çəkməkdir vergülü. Olurmu? 2 vur 31,4. O da eləyirmi? 62,8. Bildinizmi? Yəni, ona vurmaq bir dənə vergül sağa çəkməkdir. Ona bölmək bir dənə vergül sola çəkməkdir. Sonra 9-cu sual. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi düzbucaq təpəsindən A məsafədədir. Düzbucaqlı üçbucaq çəkək. Daxilinə çevrə çəkək. Diqqətli olun, bayaq belə bir şey danışmışdım. Deyir, bu çevrənin mərkəzi düzbucaq təpəsindən A məsafədədir. Buradan bura qədər deyir, məsafə A-dır. Yazıram A. Çevrənin uzunluğunu tapın. Yəni, necəsə uşaqlar, bizə hələ bunu verib. Biz də bilirdik, dedik, çevrənin radiusu budurmu? Bu da radiusdurmu? Mərkəzdən kənara qədər məsafə radiusda. İstəyirsiniz, biraz böyüdüm, çünki çevrəmiz balacadır, görürsünüzmü? Diqqətlə baxın. Onda uşaqlar, paralel xəttlərdə görürsünüz. Erin qabağı da erdir, yəni bura erdir. Bu erin də qabağı erdir, yəni burada erdir. Burada düzbucaqlı üçbucaq olduğunu kim görmür? Baxın, sarı ilə göstərəcəm. Belə bir düzbucaqlı üçbucaqdır uşaqlar. Burası erdir, burası erdir, burası A-dır. A, bərabər yanlı düzbucaqlı üçbucaqda axı bura kök 2 dəfə böyük olmalıydı. Normalda olmalıdır uşaqlar R kök 2, amma bizə şərtdə verib ki, A-dır. Onda bərabər eləyək də. Normalda uşaqlar həmin hipotenuz R kök 2 olmalıdır, amma bizə şərtdə verib A-dır. Onda R-i tapa bilərik ki, deyir, A ilə ifadə edeyim. Baxın, cavablar aynandır. Cavablar aynandır deyə mən A ilə ifadə edəcəm radiusu. Radius olur A böl kök 2. Bizə deyir ki, həmin çevrənin uzunluğunu tap. Çevrənin uzunluq düsturu 2πr.
pi yerində qalır. Radiusu da indicə tapdıq ki, a bölü kök 2. İndi uşaqlar, bayaq dedim, məxrəcdə kök saxlamaq olmaz. Kökə vurmalıyam. Məxrəci durduq yerə kök 2-yə vuracamsa, sürəti də vururam. Kök 2-ni kök 2-yə vuranda 2 eləyir. Bunlar ixtisar gedir. Qalır kök 2 pi a. Görün hansı variantdır? Kök 2 pi a. C variantı. Diqqətli olun uşaqlar. Sadə bir sualdır, amma bu şəkli bilsəz. Bu şəkli əzbər beyninizə otuzdurun. Balaca radius belədir və qarşı tərəfə köçürülür. Həmişə köçürülür. Orada da RR-dən A kökü alınır da. Heç burada köçürməyinizə ehtiyac da yox idi. Burada belə də görünür. Bu RR bizsiz nə vaxt lazım olur? Toxunanların uzunluğunu verəndə. Çosa papaqları bərabər olur. Buradan Pifagor teoremi qurursunuz. Bu R-lərin köməyi ilə. Bu R-i köçürməsəz məlumat əksikliyi olur. Keçdik sonra 11-ci sual. Bu da maraqlı sualdır. Deyir ki, bərabər yanlı üçbucağın düzbucaqlı üçbucağın daxilinə iki təpəsi hipotenuz üzərində, iki təpəsi katetlər üzərində və perimetri 40 olan kvadrat. Uşaqlar, 4 dənə A 40 cm-dirsə, perimetrin düsturu 4A deyilmi? Deyir 40 cm-dir. Onda tərəfin biri 10-dur mu? Tərəflərə 10 yazaq. 10, 10, 10, 10. Hər yerə yazmalısınız. Kvadrat gördünüz. Bütün bucaqlarına 90, 90, 90 qoymalısınız. 90 qonşusu da 90-dır. Bu 90-dır. Qonşusu 90-dır. Bərabər yanlı düzbucaqlı üçbucaq deyir deyə. Bu yan bucaqlar 45, 45-dirmi? Baxın, sağda çəkirəm. Bərabər yanlı düzbucaqlı üçbucaqda bura 90 olanda buralar 45, 45 olur. İndi bir dəqiqə, 90, 45 bu soldakı balaca düzbucaqlı. Onda burada 45-dir. Onda belə bir şey yarandı. Qırmızı ilə göstərəm uşaqlar. Bax, 90-da buralar 45, 45-dir. Demək ki, bir-birinə bərabərdir də. Buranı veribsə 10, onda burada 10-dur. Qırmızı ilə göstərəcəm. Buranı 10 veribsə burada 10-dur. Çünki 45, 45-dir. Buranı da tapdıq 10. Uşaqlar, burada da 90, 45, burada 45-dirsə, onda 45, 45-dirsə bunlar bu ikisi bir-birinə bərabərdir. Yəni, bura 10-dursa, burada 10-dur. Deyir, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tap. Xaricinə çəkilmiş çevrənin radius düsturu nə idi? Hipotenuzun yarısı. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Hipotenuzun yarısı. Hipotenuzu görün nə tapdıq? 10, 10, 10. Yazıram 10, 10, 10. Bölü 2. 32-yə böləndə 15. Bütün qaydalar bilsəz sadə sualdır. Hipotenuzun yarısıdır da. Sadəcə hipotenuzun bütün uzunluqlarını tapmalıydınız. Bu arada həmişə düzbucaqlı üçbucağın üzərində kvadrat qurulubsa, o həmişə buranı 3 dənə yerə bölür. Çünki hamısında 90, 45, 45 qaydası yaranır. Və 3 hissənin üçü də bir-birinə bərabər olur. Diqqətli olun. Baxaq 15-ci suallara. 15 tipli suallara. Deyir, üçbucağın xaricinə radiusu 6 olan çevrə çəkilmişdir. Üçbucağın bir bucağının sinusu 4-də 3-dürsə, qarşı tərəfin uzunluğunu tapın. Fizika kimi eləməliydiniz. Verilənləri yazmalıydınız. Gəlin yazaq. 15-ci sual. Xaricinə deyirsə, böyük radius. Xarici çəkilmiş çevrənin radiusu 6-dır. Bucağın sinusu deyirsə, sinus alfa 4-də 3-dür. Deyir, həmin tərəfin uzunluğunu tap, A-nı tap. İndi düşünün, bunlara əlaqələndirən hansı düsturumuz var? A bölü sinus alfa bərabərdir 2R. Hansı teoremdir? Sinuslar teoremi. Hamı əzbər bilməlidir, çünki hər buraxılışa həmişə bir sual buradan düşür. Sinuslar teoremi. Bəzən də kosinuslar teoremi. Sinus, kosinus teoremi hər dəfə düşür. Hər dəfə birini salırlar. İndi getdik, tərəfi bilmirik. Sinus 4-də 3-dür. 2-ni 6-ya vuranda 2-dən radius deyir axı. 2 vur 6, 12-dir. Kəsir görəndə çarpaz vururuq. A bərabərdir. A-nı 1-ə vururam. A. 12-ni 4-də 3-ə vururam. Məxrəc yoxsa məxrəcə 1 atırıq. 12-ni 4-ə böləndə 3, 3-ü 3-ə vuranda 9. Tərəf neçə santimetr imiş? 9 santimetr imiş. Diqqətli olun. Baxaq 23-cü suala. Baxın, sahələr necə hesablanır, onlardan danışacağıq. Burada da var. Buradakı tip sahələri hesablaya bilməyənlər, burada baxsın, görsün mən nə edirəm. Eyni tipdə hesablar. Baxmayın. 23. İstəyirəm buradan bir tip izah edeyim. Sadəcə İstəyirsə gəlin 20-ci tip sualı izah edeyim buradan. Çünki yazamayasınız.
Deyir, bərabər yanlı üçbucağın oturacağa çəkilmiş hündürlüyü 17-dir. Yəni, bərabər yanlı üçbucaq çəkək, oturacağa bir dənə hündürlük çəkək, həmin hündürlüyə 17 deyək. Qorxmayın, deyir, oturacağın yan tərəfi olan nisbəti 5/6-dır. Onda oturacağa 5K deyək, yan tərəfləri 6K desən, bərabər yanlıdır deyə, o biri yan tərəfə də 6K deyirəm, düzdür? Deyir, daxilinə çəkilmiş çevrənin radiusunu tap, balaca eri tap. Biz bayaq dedik ki, bərabər yanlı üçbucaq ixtiyari üçbucaq sayılır. Bilirsiniz nəyə görə? Çünki düz bucaqlı da deyil, hər tərəfi bərabər də deyil. Demək, onda ixtiyari tip üçbucaqdır. İxtiyari tip üçbucaqda sahəni tapanda 2s/p. Sahənin, üçbucağın sahə düsturu nədir? Tərəf bölü 2 vur hündürlük. Üçbucağın sahə düsturu budur uşaqlar, əzbərləyin. Tərəf bölü 2 vur hündürlük. Bəs üçbucağın perimetri deyəndə 3 dənə tərəfi toplayın da. 5K, 6K, 6K toplayın getsin. Heç nəyi də hesablamırsınız, yerinə qoyacaq. 2 vur. Tərəf bölü 2, yəni tərəf neçədir? 5K. 5K bölü 2. Vur hündürlük. Hündürlük neçədir? 17. Burada toplayın 17K. İndi əlimə baxın, görün, hər şey ixtisar getdimi? Qara ilə eləyəcəm. 17 ilə 17 gedir. K ilə K gedir. 2 ilə 2 gedir. Cavab öz-özündən 5 qalırmı? 5 qalır. Yəni, siz burada götürüb nəyisə hesablayıb özünüzü çaşdırmayın. Hər şey ixtisar gedəcək. Sadəcə yerinə gətirib qoyun. 5K bölü 2 vur hündürlük. Üçbucağın sahə düsturu. Tərəf bölü 2 vur hündürlük. Əzbər bilməlisiniz. Sonra indi baxa bilərik 23-ə, çünki bu misallar da o tip gedir. 23 də bu tip gedir. Yenə deyir, tərəfləri 10, 10. 12 olan üçbucaq verilib, daxilinə çəkilmiş. Balaca yerin düsturu dedik, 2s bölünsün perimetr. Sahə düsturu, diqqətli olun. Sahə düsturu nə idi? Tərəf bölü 2 vur hündürlük. Perimetri də 3 dənə tərəfin cəmidir. Üçünü də cəmliyin görüm. 32. Bu üçləri indidən ixtisarda eləyə bilərsiniz. Gözləyib də eləyə bilərik. Heç bir fərqi yoxdur. İndi bir dəqiqə, tərəfimiz var 12. Amma hündürlüyümüz yoxdur. Ona görə hündürlük çəkək. Hündürlük çəkirəm. Bərabər yanlı üçbucaqda hündürlük həm də mediandırmı? Yəni 12-ni necə böləcək? 6, 6. 16, baxın, düz bucaqlı üçbucaqdan, Pifaqor ədədlərindən. Onda bura neçə olacaq? 8. Hündürlüyümüz də 8-dir, gətirin qoyun yerinə də. Yazıram, 2 vurulsun. Tərəfimiz 12 idi, 12 bölü 2. Vur hündürlük, hündürlüyümüz 8-dir, böl 32. Hər şey yeni ixtisar gedəcək, 2-lər gedir. 12, 8, 32. Hər tərəfi 8-ə bölsək, burada 1 qalır, burada 4 qalır. Sürətdə 12 vur 1, yəni 12. Məxrəcdə də 4. 12-ni 4-ə böləndə 3. Yəni, radiusumuz neçədir? 3. Nə, baxın, rahatdır. Sadəcə hər şeyi yerinə qoymağı öyrənməlisiniz. Tərəfdir, tərəfə çəkilən hündürlükdür. Ancaq söhbət bu iki xəttdən gedir. Orada da 90 dərəcə görən kimi Pifaqordur da. Sonra 27. Deyir, çevrə xaricinə çəkilmiş ABC üçbucağı verilib. C bucağı 90 dərəcədir. BD 3-dür. DA 10-dur. Uşaqlar, kosa papaqlarını görürsünüz. Baxın, qırmızı ilə hərəsini ayrı-ayrı göstərin. Bu bir kosa papağı. Bu ikinci kosa papağı. Üçüncünü də başqa rəng göstərim. Bu da üçüncü kosa papağı. Kosa papaqları da həmişə bir-birinə bərabər olur. Toxunan qaydasıdır uşaqlar. Bir nöqtədən çevrəyə çəkilən toxunanlar həmişə bir-birinə bərabər olur. İndi kosan papağının bu hissəsi 3-dürsə, burası da 3-dür. Kosan papağının bu hissəsi 10-dursa, burası da 10-dur. Sizə belə bir qayda demişdim. Bu şəkli görəndə çevrə daxilə çəkilib də balaca erlər yazırsınız. Yazmalısınız. Erin qarşısı da erdirmi? Bu erin qarşısı da erdirmi? İndi bir dəqiqə sağ tərəfdə çəkirəm, apaydın görünəcək. Düz bucaqlı üçbucaq verilib. Bu tərəfi oldu r ilə 3, yəni r üstəgəl 3. Bu tərəfi oldu r ilə 10, yəni r üstəgəl 10. Bu tərəfi də oldu 13. Normalda Pifaqor ədədini bilən uşaq baxan kimi bilə bilər ki, nə Pifaqor ədədi var 13 olan? 5, 12, 13. Yəni, avtomatik siz bura 5, bura 12, bura 13 deməlisiniz. Çünki 13-ü görürsünüz. Onda heç nədə hesablayın. Radius üstə gəl 3, 5-dirsə, radius neçədir? 2. Buradan da radius üstə gəl 10. 12-dirsə, radius neçədir? 2. Yəni, radiusun 2 olmağını belə də tapa bilirəm. Amma gəlin belə də yazaq. Onsuz burada da eyni yol deyəcəm. Belə Pifaqor əldə eləməyəcəm. Pifaqor yox. Kvadrat tənliyi əldə eləməyəcəm.
Yenə də bilməz ki, 5, 12, 13, radiusu neçə tapacaqdınız? 2. Biz onunla deyir ki, çevrənin uzunluğunu tap. Çevrənin uzunluq düsturu 2 pi r. Daxilə çəkilib deyə balaca r çəkdim. Xaricinə çəkilsəydi böyük yer yazardım. Radiusu da bayaqdan hesablayırıq. Hər yolla hesabladıq. Neçə tapdıq? 2 tapdıq. Hardan hesablasaq radius 2-dir. Radiusun yerini 2 yazıram. Olurmu 4 pi? Cavab oldu 4 pi D variantı. Baxaq 32-ci sual, maraqlı sualdır. Siz elə bilirsiniz ki, uzun sualdır və ya bunu uzun hesablayanlar var. Baxın görüm, 32. Deyir, oturacağı 2-yə. Yan tərəfi 3-ə bərabər olan bərabər yanlı üçbucaqdır. Xaricinə və daxilinə çəkilmiş çevrilən radiusların hasilini tapın. Başaqlar, daxilinə də deyir çəkilmiş. Bir də xaricinə də çəkilmiş çevrilən hasilləri. Uşaqlar, balaca radius ixtiyari üçbucaq sayılır da 2s bölünsün perimetrdir. Böyük radius nədir? ABC böl 4s'dir. Götürüb siz ayrı-ayrı hesablayırsınız deyə çaşırsınız. Eyni anda yazanda. Sizcə üçbucağın sahəsi dəyişir. Eyni üçbucaqdırsa. Xeyr, bunlar ixtisar gedəcək. 2 ilə 4 də ixtisar gedəcəkmi? Burada 1, burada 2 qalacaqmı? 2-yə bölürəm. Sürətdə qalır A vur B vur C. Məxrəcdə qalır perimetr vur 2. Yəni perimetrdə ABC-nin cəmidir. Vur 2. 3 dənə tərəfi bir-birinə sürətdə vururam. Məxrəcdə toplayıram. 3, 2-ni toplayın. 8 vurulsun 2. Bu 2-lər ixtisar gedirmi? Qalırmı 9 böl 8? Şu cavab oldu 9 böl 8. O da eləyir 1 tam 8-də 1. Yəni, burada götürüb ayrı-ayrı hesablamayın. Ayrı-ayrı hesablayanda cavabın çıxması çətinləşir. Köklü ədədlərə çıxır. Baxaq 41-ə. 41 eyni tipdir. Hansını işləyəməsəz bir-birinə əlaqəlidir. 41. Deyir ki, düz bucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi buradadır. Siz bu cümlədən söz tutmalıydınız. Daxilə. Daxil isə demişdim, DT qaydası. Çar cingirtli. DT, tən bölən. Deməli, bu tən böləndir. Bu xəttlər deməli tən böləndir. Və deyir, OBC 30 dərəcədir. Bildiniz, yəni OBC 30-dursa və tən böləndirsə, onda burası da 30-dur. Onda sağ tərəf düzbucağı çəkirəm. Siz bir də onun tən bölən olmağını bilməliydiniz. 90-dır, bura 30 neçə elədi? 60. 90, 60-dırsa bura neçədir? 30. 30 dərəcəli və heç bir tərəf verilməyib, tərəflərin fərqi verilib. Verilməyibsə özümüzdən adlandırırıq. Adlandıranda həmişə nə deyirdik? Ən kiçik bucaq 30-dursa qarşısına x deyirəm. Sonra 60-dır, kök 3 dəfə böyük deyirəm. Həmişə 30-un qarşısındakı hipotenuzun yarısıdır. Buna da 2x deyirəm. X kök 3, 2x. İndi deyir ki, AB-dən BC-ni çıxanda, baxın, bura AB-dir, burada BC-dir. Yəni 2x-dan deyir, x-i çıxanda 3/5 edir. 2x çıx x bərabərdir 3/5. Bir dənə x bərabərdir 3/5. Onu gətirib qoyaq yerinə. Bizdən görə nə istəyir? AB-ni istəyir. AB də 2x-dır. Yəni 2 vur x edir 7 cm. Yəni AB 7 cm-dir. Sadə sualdır, amma qaydanı bilsəz. Yəni siz o xəttin imtahanda tən bölən olmağını bilməlisiniz. O da qaydadır. Daxilinə çəkilmiş çevrə görürsə DT qaydası. Yəni tən böləndir o. 30-30 bölməli idi. 45-ci sual. Qəribə və ya qəliz görünə bilər, amma çox sadədir. Deyir, ACD və BCD-nin xaricinə çəkilmiş çevrilən radiusları uyğun olaraq 3-dür. Radius 3-dürsə, bu biri tərəfə qədər də məsafə 3-dür. Radius 4-dürsə, bu biri tərəfə qədər də məsafə 4-dür. İndi üçbucağı sağda çəkirəm. Düz bucaqlı üçbucağın bu tərəfi 3, 3, 6-dır. Bu tərəfi 4, 4, 8-dir. 6, 8 nə qaydası var? 10. Pifagor ədədləri. İndi deyir ki, ABC üçbucağının, yəni bu üçbucağın, baxın, ABC üçbucağının daxilinə çəkilmiş çevrənin radiusu balaca r. Nə idi? A üstə gəl B, çıx C bölü 2 idi də. 6 üstə gəl 8, çıx 10 bölü 2. 14-dən 10-u çıxıram 4, 4-ü 2-yə bölürəm 2, yəni 2 cm. Bu qədər sadə. Qeyri-adi görünür, amma ən sadə sualdır. 52-ci sual. Bunun da çox sadə yolunu deyəcəyik, yəni uzatmırıq. D qədər artırmırıq. Bu, gəlin başdan oxuyaq. R radiuslu çevrə hipotenuzu C olan düz bucaqlı üçbucağın daxilinə çəkilmişdir.
Bir dənə deyir çevrədi, düz buzaq üst buzağın daxilinə çəkilib. 3, R, C, 17 ədədləri ədədi sistə əmələ gətirərsə, yəni bu ardıcıllıqla, onda biz niyə ardıcıl götürək deyilək? Məsələn, buna götürək 1-ci hədd, 2-ci hədd, 3-cü hədd, 4-cü hədd. Buna yazıb 3, buna yazıb R, buna yazıb C, buna yazıb 17. Üçbucağın perimetrini istəyir, yəni nəyi? A üstəgəl, B üstəgəl, C-ni istəyir. Deməli, biz A üstəgəl B-ni də tapmalıyıq, C-ni də tapmalıyıq, C burada var. Deməli, A üstəgəl B-ni də radiusun düsturundan tapacağıq. Bilirsiniz, orada AB var. Getdik. Belə bir, ədədi sistənin belə bir xassəsi var idi, görün. İndekslər cəmi, burada 5-dirsə, burada da 5 olana bərabər olurdu. Bax, burada da 5-dir. Bildiniz? Bərabər olur. Onda yazaq da, bizə A2 ilə A3 onsuz lazımdır. Gəlin yazaq A2 üstəgəl A3 bərabərdir. 3 üstəgəl 17. Yəni neçə? İstəyir qiymətlərini hətta yerinə qoyaq. Gəlin, nə demək istədiyimi yazın. Bizə 3 ilə 17 verilib, biz ortaları tapmaq istəyirik. Yəni A2 ilə A3-ü tapmaq istəyirik. Bunların da indeksi 5 olduğu üçün indeksi 5 olanlara bərabərdir. Yəni A2 neçədir? Radiusdur. A3 neçədir? C-dir. R ilə C-nin cəmi 3 ilə 10, A1 neçədir? 3, A4 neçədir? 17. R ilə C-nin cəmi oldu 20. Bu burada qalsın. İndi qıraqdan gəlin radiusun düsturunu hesablayaq. Radiusun belə bir düsturu var. A üstəgəl B çıx C bölü 2. Çarpaz vuraq. Onda A üstəgəl B çıx C nəyə bərabər olacaq? 2 dənə radiusa bizə nə lazım idi? A üstəgəl B. Buradan A üstəgəl B-ni tapdıq da. 2 dənə radius üstəgəl C. Baxın, qırmızılayacam nəyi tapdıq. Bunu tapdıq. Bir də bunu tapdıq. İndi görək nə, biz bir dənə bunları tapdıq, gətirib qoyuruq yerinə. A üstəgəl B-ni tapdıq, 2 dənə radius üstəgəl C. Yanında da bir dənə C var, onu köçürürəm. Oldu 2 dənə radius üstəgəl 2 dənə C. 2-ni ortaq vurub çıxarsam, radius üstəgəl C qalır. Radius üstəgəl C-ni də buradan tapdıqmı? 20-dir. Yazıram, 2 vur 20. Neçə eləyir? 40. Diqqətli olun, bu bunun ən sadə yoludur. Yəni, üçbuzağın perimetri 40 imiş. Diqqətli olun. Sadəcə baxın, bir dənə xassə yerinə yetirirəm. Sonradan RC tapıram, görürəm, bu mənə bəs deyil. Mənə perimetr lazım deyə ABC. O da ki, bilirəm ki, radiusda ABC-nin üçü də var. Ona görə keçirəm, radius düsturunu həll edirəm. Radius düsturundan tapıb gətirib perimetrdə, artıq A üstəgəl B-ni tapdım axı. Gətirib perimetrdə yerinə qoyuram. Oradan özündən R üstəgəl C alınır. Biz də görürük ki, R üstəgəl C-nin qiyməti 20-dir, gətirib yerinə qoyuruq. 3 mərhələli sadə bir sualdır. Diqqətli olsa sadədir, yəni. 54. Bu da maraqlıdır. Deyir, bərabər tərəfli üçbucağın K nöqtəsi medianların kəsişmə nöqtəsidir, yəni ağırlıq mərkəzi. Uşaqlar, bərabər tərəfli üçbucaqdırsa, ağırlıq mərkəzi düz də mərkəzdədirsə, sizcə bütün tərəflərə qədər olan məsafələr bərabərdirmi? Bərabərdir. Bir də düşünün, eyni bucaqlar, eyni budaqlar, budaq düşünün, üçbucaq yox, budaq. Eyni budaq eyni uzunluqda durub və eyni bucaq əmələ gətirib, yəni təsəvvürün budaqdır. Ortadan ki, bir dənə nöqtə qoymuşsunuz. Bura qədər də məsafə eyni olacaq, bura qədər də, bura qədər də. Çünki budaqların uzunluqları da eynidir, eyni bucaq altında da birləşiblər. Aydındırmı? Yəni, birmənalı şəkildə bilməlisiniz ki, bu məsafələr bərabərdir. Uşaqlar, burada baxın, 54-cü şəklini özündə göstərirəm. Məsafənin ikisi verilib, yəni düz bucaq. Məsafə 90 dərəcə əmələ gətirən xətdir. Amma üçüncüsü verilməyib deyə özümüzdən çəkirik. Baxın, bura 90-ı özümüzdən çəkirik. Çünki orada PK baxın, adicə bir dənə bucaqdır və sinusu 10-da 7-dir. Aydındırmı? İndi gəlin onu burada özümüz, buranı özümüz məsafə çəkdik deyə, MN verib deyə, mən də bura L deyim. Bura L dedik. İndi sağda yazacağım. Yekə çəkim ki, görə biləsiniz. Bizim birinci işimiz elə o sinusu hesablamaqdır. Gəlin yazaq. Bu 90, bu 90, bu da 90. Buradan mı belə bir xət verib, həmin bucağında sinusunu verib. Biz də bilirik ki, bucağın sinusu nə idi? Qarşı katet bölü hipotenuzdur. Qarşı katet bölü hipotenuz. O da deyir neçədir? 10-da 7. O 0 10-da 7 deyil, 10-da 7-dir, kəsrə çevirir. Deyir ki, bunun qarşısındakı katetə deyəcək nə?
7. Betonsa deyəcəyik 10. Amma nisbət görəndə demişəm, 7 böl 10 deməyin. Nisbət görürsə nə deyirik? 7K, 10K. Yəni, bura 7K deyəcəm, bura 10K deyəcəm. Bayaq dedik, bütün məsafələr bərabərdir. Bu 90 dərəcəlik xət 7K-dırsa, onda bu biri 90 dərəcəlik xətlər də nədir? 7K-dır. İndi verilənləri yerinə qoyaq da. KM görün, bu K-dır. Bu M-dir, bu N-dir, bu P-dir, bu L-dir. Bizə lazımdır bunlar. Bu da ABC üçbuzağıdır. Bizə deyir ki, KM. KM görün nədir? 7K. KN, baxın, KN. O da 7K. KP 10K. Bərabərdir 48. 24K 48-dirsə, K-nın biri neçədir? 2 santimetrdir. İndi gəlin istəyirsiniz çəkək üçbuzağımızı. Çünki artıq K-nı 2 bildikdə ya üçbuzağı yeniləməliyik. Bərabər tərəfli üçbuzaqda medianlar deyirdi, burada kəsişirdi. Və biz medianın aşağı hissəsini, burasını da bizə vermişdi ki, yəni məsafəni tapmışdıq 7K-dır. 7K-dırsa, onda medianlar kəsişəndə 2 böl 1 nisbətdə bölünürsə, yəni yuxarıdakı hissə 2 dəfə böyük olur, aşağıdakı hissə 1 olur. Yəni, bura balaca hissə 7K-dırsa, böyük hissə 14K-dır. Biz də K-nı bayaq tapdıq ki, 2-dir. Onda K-nın yerinə 2 qoyub yazaq. 7 vur 2 neçədir? Qırmızı ilə yazacağım. Görəsiniz 14. Burada 2 dəfə böyükdür 28. Bu bərabər tərəfli üçbuzağın nə idi? Hündürlüyü. Amma biz bilirik ki, onsuz bərabər tərəfli üçbuzaqla hündürlükdə, medianda, tən böləndə eyni düsturla hesablanır. Hamısının düsturu median qarşı tərəfi yarı bölür deyə böl 2-dir. A kök 3 böl 2-dir. İndi A kök 3 böl 2, 28-dən 14-ü toplayın. Görün neçə santimetrdir median? 42 santimetr. Onda A kök 3-ü tapaq. A kök 3 bərabərdir 84 santimetr. A-nı tapsaq 84 böl kök 3. Hələ ki, belə saxlayaq. Görək bizdən nə istəyir. Xarici çəkilmiş çevirən radiusunu, yəni böyük radius. Böyük radiusda bərabər tərəfli üçbuzaqda həmişə kök 3 olur. Tərəf böl kök 3-dür. Tərəfimizi tapmışıq ki, 84 böl kök 3. Burada bir dənə də böl kök 3 var. Böləndə tərsinə çevirib vururam. Yəni 1 böl kök 3-ə vururam. Kök 3-ü kök 3-ə vuranda 3 eləyir. 84-ü 3-ə böləndə 28. Yəni xarici çəkilmiş çevirən radiusu neçədir? 28-dir. Diqqətli olun bu konularda. Bu nisbətən uzun sual olsa da, dəqiq yanaşsaz yazıla biləcək bir sualdır. Keçdik 59-a. Bu tip suallar bir ara çox düşürdü. 59. Bərabər yanlı üçbuzağın daxilinə çəkilmiş çevrənin mərkəzi, çevrə çəkək. Mərkəzin qoyaq. Bunlar bura toxunsun. Mərkəzin qoyaq. Deyir, oturacağa endirilmiş hündürlüyü. Oturacağa endirilmiş hündürlüyü 10 santimetrlik və 8 santimetrlik 2 dənə hissəyə ayırır. Yəni, bu orta nöqtə var. Deyir ki, bunu 10 və 8 olaraq 2 hissəyə ayırır. Bir dəqiqə, onda bu radiusdur da, hə? Radiusun biri 8-dirsə, bu biri radius da 8-dir də. Gəlin düz üstünə yazın. Buranı 8 verib. Deyir 10 böl 8. Onda bura da 8-dir. Yuxarı 10 uydusa, axı deyirdi 10 böl 8. 10-un bu hissəsi 8-dirsə, bura qalırmı 2? Bildinizmi? Baxın, yaza bildik artıq. Deyirdi 10 böl 8 bölür. Bu nöqtə. Deyir onu 10 böl 8 bölür. Mən də bilirəm ki, radius 8-dirsə, burası da 8-dir. Onun bu hissəsi 8-dirsə, burası 2-dir. Diqqətli olsanız, bölə bilərsiniz. İndi mən kosa papağı görəndə toxunandımı? Toxunanların hansı qaydası var idi? Radius toxunana perpendikulyardır. Bura 90 dərəcəyə xət çəkirəm. Və radius 8-dirsə, bura da 8-dir. İndi bu üçbucağı burada çəkəcəm. Belə bir şey aldıq, uşaqlar. Bura düz bucaqdır. Çünki radius toxunana perpendikulyar olur. Burası 8-dir, burası 10-dur. Pifaqor ədədləri nədir? 6, 8, 10. Yəni, buranı neçə tapdım? 6. Buranı da tapdım 6. Kosa papaqları bir-birinə bərabər olur. Kosanın papağının, yəni toxunanın bir tərəfi 6-dırsa, o bir tərəfi də 6-dır. Uşaqlar, bu bir kosa papağını görürəm, amma bilmirəm axı, x. Deyir, bərabər yanlıdır. Sağ tərəf 6 üstəgəl x-dırsa, onda sol tərəfdə 6 üstəgəl x olmalıdır. Baxın, şərtdə deyil, bərabər yanlı üçbucaqdır. Onda burada x yazıram. Onda bu biri kosa papağını görürəm. Burası x-dırsa, burası da x-dir.
Çünki uşaqlar bir nöqtədən çevrəyə çəkilən toxunanlar, yəni kosa papaqları bərabər olur. Kosa papağının tinləri də. İndi burada mən bir şey görürəm, onu həll edəcəm. Baxın, bu üçbucağı bura çəkib həll edirəm. Burada 18 santimetrdir. Burası x-dir. Burası hündürlükdür. Bura nədir? 6 üstə gəl x-dir. Bu Pifaqordur da. Düzbucaqlı üçbucaqda Pifaqor teoremi. 18-in kvadratı üstə gəl x-in kvadratı bərabərdir 6 üstə gəl x-in kvadratına. 324-ün üstünə x-in kvadratını gələndə 36 üstə gəl 12x üstə gəl x-in kvadratı edir. Bərabərin hər tərəfindən eyni şeylər ixtisar gedir. 12x burada qalır. 324-dən 36-nı çıxanda edir 308. 308-i 12-yə böləndə burada diqqətli olaq. 324-dən 36-nı çıxanda 288 edir. 288 12 dənə x-dırsa, x-i tapanda 288-i 12-yə bölürəm. 20-24. X-i tapdım, 24 gətirib yerinə qoyub üçbucağın perimetrini tapacağım. Üçbucağı burada yenidən çəkək. X-in yerinə 24 qoysam, 24 üstə gəl 6, 30. Bərabər yanlıdırsa, burası da 30-dur. Burası x-x-dirsə, yəni 24 neçə eləyir? 48. Perimetri tapanda 30, 30, bir də 48. Neçə olur? 108. Yəni son cavab olaraq perimetri neçə tapırıq? 108 santimetr. Belə, uğurlar. Axır bu bölmələrdə ancaq düsturdur. Düstur bilsəz yaza biləsiniz və düz bucaqlı, üst bucağın bütün xassələrini bilsəz yaza biləsiniz.